Selamünaleyküm. Allah üzünüze açılan her günü, her saati, her dəqiqəni xeyirli yazsın. Mən çox ciddi bir məsələyə toxunmaq istəyirəm. Dəfələrlə hazırladığım videolarda bu məsələyə toxunmuşam. Amma yenə də özümə boş bilirəm. Bu mövzu barədə biraz danışım. Bu, deməli, Türk Dövlətləri Birliyinin gündəliyində olan bu birliyin qurulması, əlaqələrin genişlənməsi, siyasi müstəvidə, hərbi müstəvidə və iqtisadi müstəvidə böyük bir birlik qurmaq və bu birliyi inkişaf elətdirmək. Amma bu məsələ ortaya atılandan bugünkü günə qədər ən azı 30 il keçib. 30 ildə bu birliyin qurulması üçün lazım olan nə edilib? Dil birliyi yox, pul birliyi yox, iqtisadi birlik yox, hüquqi məsələlər üzrə bir razılıq yox. Elə ancaq boş-boş danışıqlar və nəticəsiz görüşlər və düşməni ayıq salmaq üçün hər şey eləyirlər və düşmən də bu 30 ildə öz hazırlıqlarını gördü və artıq düşmən gördüyü hazırlıqların bəhrəsini yığmağa başlayıb. Məsələn, Qazaxıstan, Qırğızistan, Özbekistan nə etdilər? Getdilər Şimali Kipr Respublikası, Şimali yox, Rumlar olan, Yunanlar olan Kipr, Cənubi Kipr. Əvvəl orada getdilər, görüş keçirdilər. Sonra səfirlik açdılar. Avropa bunlara bir pul vəd elədi. Allandılar, getdilər onu Türkiyəni, Türk dünyasının, təkcə Türkiyənin deyil, dünya türklərinin maraqlarını pula değiştiler. Bir növü çox xoşa gəlməyən bir hərəkət elədilər. Bugün də mətbuatda çıxır ki, artıq Qazaxıstandan Yunan Kiprinə təyyarə reyslər açılıb. Buyurun. Buyurun. Cənubi Kipr Respublikası. Her ne kadar da olsa bugün elə adlanır. Onunla hiçbir əlaqələri yoxdur. Hiçbir şey eləmirlər. Hiçbir yardım eləmirlər. Hiçbir dəstək vermirlər. Amma Yunan Kiprinin nətər deyərlər, sağından girib solundan çıxırlar. Siz belə mi birlik, bu adamlarla mı birlik qurulacaq? Ha? Tokayevlərlə, o birisilərlə bilmirəm. Mən adını da çəkmək istəmirəm bu adamların. Yəni Türk birliği, bu birlik deyirsənsə, fikirdə birlik olmalıdır, əməldə birlik olmalıdır, siyasətdə birlik olmalıdır, hər bir məsələdə birlik olmalıdır. Bu birlik olmadıkça, sizin bu gördüğünüz işler hamısı boşuna gidecek. Ve bu birliğin kurulması için çok garip bir işti. Ne Türkiye tarafından, ne Azerbaycan tarafından, ne Özbekistan tarafından, ne Kazakistan, Kırgızistan tarafından. Bu xalqların birbirine integrasiya olması için lazım olan zemini hiçbir ülke, hiçbir devlet hazırlamır, ortaya koymur. O gelir orada məktəb tikir, bu gelir orada bağça tikir, o gelir orada bağ salır, hurra birlik. Size kalsın elə birlik. Eğer Türk'em diyen insan hak ve hukukunu Akdeniz'in sahilinden Altaylara kadar olan coğrafyada, İran ve Afganistan adlanan coğrafyada serbest dolaşabilmirsə, orada serbest yaşayıp iş kurabilmirsə, daha ne diyeyim?
eyni dildə danışa bilmirlərsə, fikrini anlada bilmirlərsə, bu nə birlikdə ya? Kimin birliyidir bu? Kimdən ötürü sərf olunan, nə qədər enerji sərf olunur, vəsait sərf olunur, hər şey sərf olunur, amma ortada birlik yoxdur. Niye aldadırsınız Türk ulusunu? Allah her şeyi görür ve bilir. Allah birliği olanları sever. Allah birlik için çalışanları sever. Allah birlik isteyenlere destek olar, kömək olar. Orada deyirsiz bir cür, elirsiniz başka şeyi. Şimdi sabah Allah bilir harda ne bu birliğe ne zopa vuracaklar bu Siyonistler. Yani faktiki bu ne demekti? Kazakistan'la Türkiye'nin arasında bir soyuqluq əmələ gelecek. Gelecek sabah Özbekistan'ı mecbur edecekler ki geçsen de səfirliyi aç, təyyarə reisləri de elə, iqtisadi şeyler de bağlı, müqavilələr. Özbekistan'ın pambığını su qiymətinə onlara ver, qızılını da onlara sat, onların banklarına koy. Ama bilir ki Kipr'e niye can atırlar? İstirahate can atırlar, kumara can atırlar ve o çirkli pulları orada onların banklarında gizletmeye can atırlar. Sonra ne? Allah'a ne cevap verirsiniz? Allah'a ne cevap verirsiniz? Türk ulusunu yaradan da, onu himaye eyleyen de, ona güc veren de, ona bütün tarih boyu harda muharebeler, batille hakkın muharebeler olursa Türkiye zafer veren Allah'tır. Türk'ün sahibi Allah'tır. Türk'ün ben yalandan Türk'em deyip min bir tane hokkadan çıkanlardan sohbet geçmir. Bildiniz? Ben de arif insanlar başa düşür ne demek istəyirəm. Arif olmayanlara ha xırdala, ha başa sal, ha izah elə hiçbir xeyri yoktur. Çok korkulu bir şərait gelir. Bu təyyarə reislərinin Türk'ün düşmanı olan ülkeyle, Türk'ün düşmanı olan xalqlarla herhangi bir müqavilə, herhangi bir gediş geliş, herhangi bir rabita ümumilikdə Türk dünyasına olan xəyanətdir. Ve bu xəyanətin tez qarşısı alınmalıdır. Eğer bu meseleyle meşgul olan devlet başçıları doğrudan da bu tehlikeni görürlerse onlar onun karşısını almalıdırlar. Sade insanlar, sade halk bu birliğin tez baş tutmasını isteyirik. Ben niye Özbekistan'la, Kazak'la veyahut da başka birisiyle Rus dilinde danışıp anlaşmalıyım? Ayıp değil. 30 yıldır bu meseleyi siz halledememişsiniz. Hele de bunlar birbiriyle Rus dilinde anlaşırlar. Neden mesela biz Azerbaycan Türkleri olarak Türkiye'deki Türklerden çok güzel anlaşırız. Ama içimizde o Siyon uşaqları ki var, onlar o dili anlamak istəmirlər. Çünkü niye? Kanlarında Türk kanı olmadığı için o dili kavrayabilmirlər. Beyinleri onu çözebilmir. Eyni şey Türkiye'de de var. Azerbaycan dilini danışırsan, ne dilin filan. Bunlardan kurtarmak lazım da bu meseleyi halledeyin. Bu meseleyi halledeyin. Neçə aydır əlifba, ortak əlifba, neçə aydır ortak değil. Bu akademisyenler işləyir, obrisyenler işləyir. Hamısı da yerini işləyir. Hiçbiri de bir iş görmür. Kurtarın bu meseleleri. Allah Türk ulusuna kömək olsun. Allah Türk ulusunu hiç kesin, hiçbir zalimin, hiçbir asinin, Allah'a asi olanların, Türkiye asi olanların karşısında Allah Türkleri məyus bırakmasın. Allah ve Resulünün xeyir bərəkəti mənə qulaq asıb rəhmət oxuyanlara olsun. Sağ olun.